Əhl-Sünnə qətliamına dair. Bəli, Sədrəddin Şirvani adlı Azərbaycanlı bir alim var. Əsəri Əhkam-ı Diniyə. Biz bunun da dəlillərini təqdim eləmişik. Skrinləri həmin videoda var. Əhkam-ı Diniyə əsəri həmçinin türk dilinə də disertasiya şəklində tərcümə olunub, istəyən internetdən tapıb bunu oxuya bilər. Şəhər-bə-şəhər, ad-ba-ad Sədrəddin Şirvani Şah İsmail tərəfindən öldürülən sünni alimlərin adlarını qeyd edir və haralı olduqlarını da qeyd edir. Bu haqda məlumat vermişik. Siz davam edə bilərsiniz yəni. Əvvəla iddiaları irəli sürəndə hər bir tarixçi müəyyən araşdırmalara əsaslanmalıdır və tarix elmi təkcə mənbələrdən ibarət deyil. Biz əgər burada sırf mənbələrdən çıxış edərək mövqe bildirməyə qalxsaq, bu qarşılıqlı olaraq bir-birini ittiham səviyyəsinə qədər gətirib çıxarda bilər. Bundan qaçınmaq üçün ən doğru yolun tarixçi məntiqindən ibarət olmasıdır və biz bu məntiqdən çıxış eləməyi hər zaman tövsiyə eləmişik. Çünki tarix elmi sırf mənbələrdən ibarət deyil. Bu tərəf, deyək ki, Şah İsmail və Səfəvilərə qarşı olan tərəfdən olan alimlər, yazarlar, tarix yazarları, mənbə yazarları, onların yazdığı təbii ki, mənfi tonda, mənfi obrazda göstərməyə çalışacaq. Səfəvi qaynaqlarda Səfəviləri, Şah İsmaili müsbət tonda göstərməyə çalışacaq. Bunlarla bir yerə varmaq və yaxud da hər hansı elmi tarixi problemi həll etmək mümkün deyil. Bunlar bizə müəyyən material verir. Yəni, mənbələrin məlumatları analiz və təhlil üçün hər zaman açıqdır. Ancaq bunlar Quran ayəsi deyil. Qarşımda əyləşən tarixçinin düşüncə tərzi və yanaşması onunla ibarətdir ki, bu problemlərə. O elə zənn eləyir ki, onun düşüncəsinə görə tarixi mənbədə yazılıbsa, bu mütləq həqiqətdir, Quran ayəsi kimi qəbul olunmalıdır və bu artıq məsələnin sonu deməkdir. Yəni, bir tarixi problem barədə, deyək ki, bugün mən həyatdayam, sabah mən yoxam və yaxud da Elnur mənim yoxdur. 10 ildən sonra onun barəsində hər hansı bir fikir söyləyən adam öz şəxsi mülahizəsinə əsasən və yaxud da əgər Elnur müəllimin əqidə, ideoloji bucağından əks qütbdən olan insandırsa, onun mənfi obrazını yaratmaya çalışacaq. Bu o demək deyil ki, Elnur müəllim mənfi obrazdadır. Bu o deməkdir ki, o insan o adamı mənfi obrazda görməyə çalışıb və subyektiv baxış bucağını ortaya qoyub. Xahiş edirəm, bu saxta hədis məsələsini təqdim eləsin, videoya salınsın o. Konkret olaraq, bəli. Harada oxuyubsa skrin eləsin, bəli. Yaxşı, yaxşı. Və mən xahiş edirəm ki, bu çəkiliş zamanı söylənilən, göstərilən müəyyən dəlilləri də, bəli, ekrana gətirilsin. Və həmçinin bildirir ki, qəbri yandırılır.